bu şeyden Amerikadan zakaz verdi değil mi bunu? Təxmini olaraq 136 dollara başa gəldi Amerikadan gətirməyə. Deməli, maşın avariya düşüb, maşın qabağı çox pis düşüb, arxa farasını satırdılar. Elə oradan birbaşa Kanadaya, Vancouver şəhərinə zakaz verdi. Təxmini olaraq 111 neçə dollar idi. Üstə hələ də şeydə çatdırma ilə 136 dollar belə bir şey idi. Getdim ustaya, usta dedi ki, məsələn 500 dollar falan filan. Ona deyirəm ki, 500 dollar verəndə ki, 136 dollar zakaz verirəm, ondan sonra da özüm düzəldə bilərəm. Məncə düzəldə bilərəm. Yəni bu qədər. Yəni təxmini olaraq yarım saat vaxtım vardı. Buna görə 500 dollar pul istəyir. Mexaniklər yaxşı pul qazanır, maşın ustaları. Azərbaycan mexaniklər var, kim ustalar varsa gəl, yaxşı pul var.